Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda binanın döşəməsi uçdu. 60 ailə evakuasiya edilib. Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli 6 bloklu yaşayış binasında ikinci girişinin 1-ci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilib. Bu barədə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib. Qeyd edilib ki, hadisə yerinə müvafiq qurumlar, təcili yardım briqadası cəlb edilib. Binalarda yaşayan ailələri aidiyyatı yerlərə köçürmüşük, zəruri yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyinin rəyinə uyğun olaraq daha sonra bina ilə əlaqədar işlər aparılacaq. Yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər 3 qadın, 1 kişi olmaqla Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Bu barədə təbibdən bildirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda 2 nəfərin müalicəsi təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.